Sən bilirsən, başıma bir əhvalat gəlib, onu sənə danışım. Keçən illəri yayda buradan rayona getmək istəyirəm. Ayın 12-sidir. 10-unda Opskaya çıxır. İyul ayının 12-sidir. Elə də istidir, yaydı. Kondisioner öydə oturum. Biz də gördüm, bir zəng gəldi. Salam, əleykum əsalam. Kimsən? Dedi, Rəşid müəllim, siz məni tanımırsınız. Mən sizi yaxşı tanıyıram, sizi çox istəyirəm. Amma mən sizi mütləq bu gün görməliyəm. Aha. Dedim, mən Evet. evdəyəm, gəl, adresi verdim. Bir nəfər cavan oğlana gəldilər bizə. Çay içdik, çörək də yedik ki, cavan gözəl oğlanlardı, söhbət elədi. Deyir, Rəşid müəllim, dünən atamı Semaşqadına xəstəxanaya gətirmişəm, ayağınla. Təzyiqi yüksəkdir, 180 idi. Qoyub getmişəm, səhər gəlmişəm, deyirlər ki, atan ölür. Aha. Mən də deyirəm, neynəməsə, bir belə sumkası çıxartıb bu boyda bir bıçağı finski. Mən gedib o həkimi öldürəcəm. Siz mənə məsləhət verin. İcazə almağa gəlib sizə. Yox, məsləhət istəyir, cavan uşaqdır.